Hər il kondisionerinə qaz vurduranlara aiddir bu video. Diqqətlə baxın, çox maraqlıdır. Dostlar, bir çoxları ilə başa düşür ki, kondisioner qazı azalan qazdır və keyfiyyətdən düşən qazdır. Xeyr, bu belə deyil. Bir çoxları da sual verir ki, 5 ildən artıq işlədirəm, qazın dəyişmə vaxtı çatıbdır, qiyməti neçədir? Zəhmət olmasa mənə diqqətlə qulaq asın. Bu videoda sizə mən hər şeyi izah edəcəm, hər bir xırdaçılığına qədər ki, kondisionerə hansı hallarda qaz vurmaq olar və hansı hallarda qaz vurulmaq adı ilə qaz vurulub və sizi aldada bilərlər. Zəhmət olmasa yaxın gəlin. Dəyərli dostlar, baxın, kondisioner qapalı bir dövriyyədir. Burada heç bir zaman işlədiyi vaxt kondisioner, burada sızma ola bilməz. Yalnız o hallarda kondisionerdə sızma ola bilər ki, hər hansı bir zədə gördüyü halda və yaxud da ki, müdaxilə olduğu zaman kondisionerdə qaz sızması ola bilər. Bu halları çıxmaq şərti ilə kondisionerdə heç bir zaman qaz sızması olmur. Və qaz sızması olmadığı üçün də kondisionerdə qaz əlavə etmək düzgün deyil. Bu sizə deyilsə də belə ki, kondisioner yuyuldu, biraz da qaz əlavə eləyək, düzdür, hər şey qaydasında işləyəcəkdir. Siz təsəvvür eləyin ki, məsələyə biraz texniki yanaşmaq lazımdır. Bir vedrədir, deşikdir, su tökdüksə boşalır. Eyni ilə də freon azlığı olan bir kondisionerdə kimsə desə ki, gəlirəm, qaz əlavə edirəm, biraz yaxşıdır, işləyəcəkdir qaydasında. Yəni bilin ki, o sizi müvəqqəti alladır. Kondisionerdə qaz sızması vardısa, bu təyin olunur, vakuum olunur və çəkiyə uyğun qaz vurulur, istifadəyə verilir. Yoxsa sizi gəlib alladırlar ki, qaz vururuq, 5 ildən artıqdır ki, işləyibdir, bu dəyişilməlidir, bu belə də olmalıdır. Bu videonu hər yay kondisionerinə qaz vurduran dostlarına və yaxınlarına göndər, baxsınlar, məsələdən agah olsunlar. Sağ olun.